Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Üzeyir Hacıbaylı küçəsində, yəni 34 nömrəli orta məktəbin qarşısında bax deməli 2,7 sot torpaqda 3 obyekti eyni zamanda radiator təmiri sözünü görürsünüz. Bax bu da həmin deməli daşınmaz əmlaka aiddir. Bundan başqa bir zal 3 otaq olan bax həmin qarşıda gördüyünüz Uqlavoy daşınmaz əmlakı mən sizə göstərirəm. İndi isə bu 34 nömrəli məktəb haqqında sizə bir balaca məlumat verim. Deməli bunun arxasında asan xidmətdir. Allah qəni-qəni rəhmət eləsin. Gəncə Amonun ən deməli cəsarətli döyüşçülərindən biri, eyni zamanda işçilərindən biri. Bax həmin Samir qardaşının adınadır bu orta məktəb, Samir Vəliyevdir. Belə deyim, həqiqətən bu cür belə olub. Mən oradan getdikdən sonra 30 dəqiqədən sonra Ağdamın Cinlilər kəndində şəhid oldu. Yəni şəxsən həmin insanı tanıyırdım. Mən yenə təkrar edirəm, həmin bax Ağdamın Cinlilər kəndində deməli yarım saatdan sonra bax həmin Samir qardaşımız rəhmətə getdi. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət etsin. Bağışlayın, bir balaca mövzudan kənara çıxdım. İndi isə bax 2,7 sot olan torpağı da yerləşən bax bu daşınmaz əmlakı göstərirəm. Yenə təkrar edirəm. Yenə təkrar edirəm. Deməli bax bu həmin deməli obyektlərin arxasıdır, qapısı bu məhəllədə var. 3 obyektdir. 4-cü obyekt isə radiator təmirini gördünüz. Bağışlayın, bir balaca burada donub qaldım. İndi isə navesin alt hissəsini göstərirəm. Sənədi deməli 2,7 sot o torpaqda olan evin sənədi çıxarışdır. Bax gördüyünüz kimi navesin alt hissəsidir, yolun kənarıdır. Sənədi çıxarışdır. Ancaq obyektlərin sənədi, yəni texpasport çertyoju var. Bax həmin çertyojuları şəxsən görmüşəm. İndi isə hamama keçirəm. Bax belə bir həyət evinin daşınmaz əmlakın qiymətin 150 min manatdır qiymətində mütləq razılaşma olmalıdır. Burası hamamıdır, 2 tonluq su bakı var. Hamamdan evə daxil olmaq mümkündür. Burası həmin zonadır. Bax burası həmin zonadır. Deməli bildiyiniz kimi hal-hazırda 10 nömrəli deməli 10 nömrəli marşrut işləyir. Həmin deməli Poşka səbəsindən Paştaboydan, yəni bax bu köhnə Şəmkir avtovağzalına qədər olan deməli marşrut liniyasıdır, 10 nömrəlidir. Yenidən mən sizə navesin alt hissəsini göstərirəm. İndi isə evə daxil oluram. Dediyim kimi qiyməti 150 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Burası qapıdan giriş hissəsidir. Bax soldan bax belə bir otaq var. Bu otaqdan hardasa 2-nin 5-ədir. Hamama daxil olmaq mümkündür. Burası deməli mətbəxidir. Mətbəxi böyükdür. Bax bu cürdür. Yenidən təkrar edirəm. Deməli 3 obyekt plus radiator təmiri, hamısı bu daşınmaz əmlaka aiddir. Yolun kənarıdır. Bundan başqa bax bura zalıdır. Zalı hardasa 5-in 6-yadır. Yenidən mən sizə zalını göstərirəm. Deməli bu pəncərənin arxasında təxminən 3 metrlik deməli torpaq sahəsi var. Qapısını da görmək mümkündür. Qarşıda isə 2 ədəd otaqlardır. Bax bu cürdür. Bunların hamısı deməli yolun kənarındadır. Bax həmin mərkəzi yolun, yəni Üzeyir Hacıbaylı küçəsinin. Burası deməli 3-cü otaqdır. Bax pəncərəsi həmin dediyim 3 metr deməli 3 metr olan torpaq sahəsinə baxır. Yenidən mən sizə zalını göstərirəm. Dediyim kimi qiyməti 150 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax belə sizlərə uğurlar.